Dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün sizlərə Xırdalan şəhərində icra hakimiyyəti yaxınlığında Kupcalı 115 min manata həyət evi çəkib təqdim edirəm. Dəyərli izləyicilər, evimiz təqribən 1.4 sot torpaq sahəsi içərisində inşa edilib. Kupcalı evdir, 3 otaqlıdır. Hazırda həyətini görürsünüz, şəxsi evdir. Yerləşməsi söz ola bilməz ideal yerdə yerləşir. Xırdalan şəhərində icra yaxınlığında belə 3 otaqlı Kupcalı həyət evi axtaranlar buyurub izləsin, əlaqə saxlaya bilərlər. İndi evin içərisində sizlərə təqdim edəcəm. Bu isə həyətdir. Deməli 2, 4, 6 daş yerdən kürsülüdür gördüyünüz kimi. Bu isə darvazasıdır. Baxın belə girən kimi çox gözəl evimizin proyekti var. Koridor hissəsi bizi qarşılayır. Koridordan düz getdikdə baxın burada geniş belə bir qonaq otağı var. Bütün pəncərələrin qabağı açıqdır. İdeal proyekti var. Bu hissədə yerləşdirilib mənzilimiz yataq otağı, istilik sistemi kombidir gördüyünüz kimi. İçərisində də bəzi əşyalar götürülənəcək. İndi düzdür, biraz əşyalarında diqqət yetirə bilərsiniz, amma ən azından qala əşyalı sayılır bu mənim evimiz. Deməli, dəyərli izləyicilər, burada da yataq otağı yerləşdirilib. Pəncərələri reşotkalı ilə bağlanıbdır. Gördüyünüz kimi belə bir yataq otağıdır. Çox gözəl proyekti var. Evi kim tikibsə, yəni proyektini çox qəşəng verib dəyərli izləyicilər. Baxın, burada da belə bir koridordan ayrı-ayrı iki sanitar qovşağına giriş var. İçərisində görürsünüz necə səliqəli, bax geniş sanitar qovşağı əla vəziyyətdə demək olar. Bu hissədə isə yerləşdirilib evimizin növbəti sanitar qovşağı. Burada isə mətbəximizdir. Mətbəx mebeli də yaxşı vəziyyətdədir dəyərli izləyicilər. Yəni alıb köçüb rahatlıqla yaşaya bilərsiniz. Çox xoşa gəlimli, belə aurası yüksək bir evdir. Baxmayaraq ki, polu biraz indi istifadə olunub, yaşanmış evdir. Qapıları biraz köhnə qapılardır, amma çox qəşəng evdir. İnsanlar sanki rayon evlərini anımsadır, amma Xırdalan şəhərinin tam mərkəzində, əla yerləşməsi olan bir yerdə icra hakimiyyətinin yaxınlığında yerləşir. Əldə etməyə tələsin. Kupcalı evdir. Avtobus dayanacağından piyada məsafədir 200 dəqiqəlik. Məktəb, bağça ətrafında nə axtarsanız var. İdeal bir ev. Belə satışdadır. Məhəlləsində də görürsünüz. Palmasını tutmuş ağacları filan belə var. Əldə etməyə tələsin. Kanala abunə olmağı, takip etməyi unutmayın. Sağ olun, təşəkkür edirəm.